Orxan Löşbatanlı bir dəqiqə meyxanada ən üst səviyyədədir. Çünki Orxan istəsə Oqtay kimi şairləri qabağa çəkə bilər. Niyə görə? Düzdür, Oqtay Orxandan mənim üçün üstün şair deyil. Çünki Oqtay tamam başqa şairdir. Oqtay dərin mənalı kufletlərin sahibidir, amma niyə görə üz-üzə deyil? Düz danışdığı yerlər də var, səhv danışdığı yerlər də var. Əgər xiridar gözü ilə yanaşırsa, meyxanada sevən bir insan kimi yanaşırsa bu sənətə, Oqtaya biz ustad kimi baxırıq. Allah rəhmət etsin, rəhmətli Vüqar Oqtayın tələbəsi idi. Biləcərli Vüqar, mənim dostum, qardaşım. Oqtay ustadlıq eləyəndə, Oqtay meyxana deyəndə biz balaca uşaqlar idik. Bugün mən Oqtayı necə qabağa çəkə bilərəm ki, Oqtay ilə qabaqdadır. Siz qardaşın da fikir düşüncəsində yanlış anlaşılma var ki, Oqtay deyir, Orxan niyə qabağa çəkmir? Bu biraz gülməli görsənir. Bilirsiniz, çox gülməli görsənir bu, onun fikri. Bir deyir ki, Orxan Ağamirzəni niyə qabağa çəkmir? Başa düşdünüz nə demək istəyirəm? Elə Oqtay da ondan biraz yaşda kiçikdir. Ha, Oqtayı mən o gözlə görürəm. Orxan, baxın, Rəşad, Pərviz, siz və rəhmətlik Vüqar. Yəni, sanki bir dörtlüydünüz və haradasa bir 10 ilə yaxın oldu da, səhvim 10 olsa ildən də düzəldir. çox oldu, 10 ildən də çox oldu. Doğrudan gözəldir deyildi. Mənim fikrimizə Allah təkəbbürə yazmasın, o dörtlüyü heç kimə vəz eləyə bilmir.